Azərbaycan-Rus icmasının mədəniyyət mərkəzinin bağlanması xəbəri həqiqət əks etdirmir. Bu barədə APA mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, Rus icmasının mədəniyyət mərkəzi fəaliyyətini davam etdirir. Dünən Rusiyada Azərbaycanlılara qarşı daha bir zorakılıq aksiyası törədilib. Bu barədə məlumatı ASTV yazıb. Rusiyanın Sverdlovsk vilayətində Krik telekanalının əməkdaşı Aleksey Kuznetsov Nanşərab restoranında çalışan Tilla adlı xanıma hücum edib. İnsident nəticəsində zərər çəkən şəxs müxtəlif bədən xəsarətləri alıb. Hadisə Rusiya Milli Qvardiyasının əməkdaşlarının gözü qarşısında baş verib. Azərbaycanda şəxsiz səfərdə olan Raptlinin redaktoru saxlanılıb. Bu barədə RIA məlumat yayıb. Qeyd olunub ki, o Sputnik Azərbaycanın redaksiyasında saxlanılan həmkarlarının saxlandığı yerə gedib və bunun mobil telefonu ilə lent alıb. Onun anası işçinin polisli olduğunu təsdiq edib. Nədənsə saxlanılan redaktorun adını Rusiya mediası açıqlamayıb. Qeyd edək ki, Sputnik Azərbaycanın ofisində dünən keçirilən əməliyyat zamanı Federal Təhlükəsizlik Xidmətinin agentləri saxlanılıb. İçmənizin kilsəsi ətrafında təhlükəsizlik qüvvələri ilə dindarlar arasında çəkişmələr yaşanır. Hüquq-mühafizə orqanlarının əməkdaşları İsaqov prospektini bağlayıblar. Möminləri isə kilsəni qorumaq üçün əraziyə getməyə çalışır. Hadisə yerində etirazçılar monastırın darvazalarını silkələməyə başlayıblar. Darvazanın kilidi qırılıb. Bu arada polislərlə keşişlər arasında dava düşüb. Ukraynanın Luqansk vilayətinin ərazisi Rusiya qüvvələri tərəfindən tamamilə işğal edilib. Bu barədə Luqansk vilayətinin rəhbəri Leonid Pasechnik məlumat verib. 2 gün əvvəl Luqansk Xalq Respublikasının ərazisinin tamamilə azad edildiyi barədə xəbər gəldi. O qeyd edib. Azərbaycan Qadınları Respublika Cəmiyyəti Rusiyada fəaliyyət göstərən qadın təşkilatlarına və cəmiyyətlərinə müraciət ünvanlayıb. Müraciətdə son günlərdə Rusiyada Azərbaycanlara qarşı törədilən şovinist ritorika və ayrıseçkilik təzahürləri ilə bağlı dərin narahatlıq qeyd olunub. Biz qadınlar insan haqlarının, sülhün və qarşılıqlı hörmətin qorunmasında cəmiyyətlərimizin üstün olmuşuq. Bugün isə şovinist, milli ayrıseçkiliyi təşviq edən çağırışlara qarşı ortaq mövqe sərgiləmək həm qadın həmrəyliyinin, həm də bəşəri dəyərlərin tələbi kimi qarşımızda durur. ABŞ prezidenti Donald Trumpla İsrail baş naziri Benjamin Netanyahu arasında görüş olacaq. Bu barədə Axios nəşri məlumat yayıb. Görüşün iyulun 7-sində Ağ Evdə keçiriləcəyi qeyd olunur. Ukraynanın müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Mehr agentliyi məlumat yayıb. Qeyd olunub ki, İran-İsrail münaqişəsi zamanı bəzi Ukrayna rəsmiləri Tehran əleyhinə qəbul edilməz bəyanatlar veriblər. Ukrayna diplomatına etiraz notası təqdim olunub. Kremenchuk neft emalı zavodu iyun ayında 3 dəfə vuruldu. Hədəfdə Azərbaycan neftidir. Rusiya ordusu Ukraynanın Poltava vilayətində yerləşən Kremenchuk neft emalı zavodunu iyun ayı ərzində 3 dəfə hədəfə alıb. Ukrayna mediasında və bəzi beynəlxalq analitik platformalarda yayılan məlumatlara görə Kremenchuk zavodunda emal olunan neftin böyük hissəsi məhz Azərbaycan mənşəlidir. Bu isə hücumların təkcə hərbi deyil, geosiyasi və iqtisadi mesaj daşıdığı ehtimalını gücləndirir. 15 iyun 2025-ci il tarixi. Rusiya Müdafiə Nazirliyi Kremenchuk zavoduna hava və dənizdən uğurlu zərbə indirdiyini açıqlayıb. Zavodun Ukrayna ordusunun yanacaq təminatında strateji rol oynadığı qeyd olunur. 21 iyun 2025-ci il tarixi. Eyni zavoda qarşı ikinci hücum həyata keçirilib. Məqsəd yenidən enerji təchizatını sıradan çıxarmaq olub. 29 iyun 2025-ci il tarixi. Gecə saatlarında Ukraynanın bir çox şəhərinə geniş miqyaslı zərbələr endirilib. Kremenchuk zavodu bu hücumlar çərçivəsində 3-cü dəfə hədəfə alınıb. Xüsusilə Azərbaycan və Rusiya arasında neft tranziti ilə bağlı bəzi enerji razılaşmalarının baş tutmaması dönəmində bu obyektin hədəfə çevrilməsi ilə bağlı müxtəlif şərhlərə yol açıb.
ABŞ Rusiyanı Ukrayna ilə atəşi dərhal dayandırmağa və üçtərəfli danışıqlara keçməyə çağırır. Bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keith Kellogg deyib. Biz dərhal atəşkəsə çağırırıq və müharibəni bitirmək üçün üçtərəfli danışıqlara keçməliyik. Eyni zamanda Kellogg Rusiyanı vaxt uzatdığına görə qınayıb. Kremlə bağlı media resurslar Azərbaycanın Yekaterinburq hadisələrinə verdiyi sərt reaksiya ilə bağlı belə bir ümumi tezis formalaşdırıblar. Azərbaycan hakimiyyəti Yekaterinburqdakı hadisələrə kəskin reaksiya verməməli, Rusiya hakimiyyətinin məsələni araşdırırıq açıqlaması ilə kifayətlənməli idi. Bunu politoloq Elxan Şahinoğlu yazıb. Politoloq qeyd edib ki, bu baş vermədiyinə görə Kremlin media resurslarında Azərbaycana təzyiqin iki amil üzərində dayanıblar. Birincisi, Kreml Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya ixracını dayandıra bilər. İkincisi, Kreml Rusiyadakı Azərbaycanın miqrantlarla bağlı sərt qərarlar qəbul edə bilər. Yəni, Kremldə yeni heç nə kəşf etməyiblər, ənənəvi təzyiq alətlərini işə salmaq barədə düşünürlər. Rusiya beynəlxalq hüququn prinsiplərinə uyğun olmayan, tarixi iddialara əsaslanan siyasət yürüdür. Rəsmi Moskva keçmiş SSR məkanındakı xalqları öz təsiri altında saxlamaq üçün müxtəlif vasitələrdən istifadə edir. Bu açıqlama ilə Rumıniyanın nüfuzlu geopolitika üzrə mütəxəssisi professor Vasili Smilyanov çıxış edib. Bu, müstəqil dövlətlərin suverenliyinə qarşı birbaşa təhdiddir. Rusiya öz sərhədlərindən kənarda yaşayan xalqlara, o cümlədən Ukraynaya, Gürcüstan və Moldova kimi ölkələrə qarşı köhnə imperiya ritorikasından çıxış edərək siyasi təzyiqlər göstərir. Professor qeyd edib.